Salam, bugünkü test izahımız Fizika 2025 test toplusunun orta sürət, hərəkətin nisbiliyi testlərinin izahları olacaq. Keçək birinci sualımıza. Birinci sualımızda deyir ki, mexaniki hərəkət zamanı fiziki əməliyyatlardan hansı sıfıra bərabər ola bilər? Yerdəyişməyə görə orta sürət. Ümumiyyətlə gedilən yol nə idi? Yerdəyişmə nədir? Onlara baxaq. Məsələn, cisim A məntəqəsindən hərəkət edir, gəlir B-yə. Bu zaman bax, bura getdiyi bu trayektoriyadır. Bu əyri xətt, trayektoriyanın uzunluğu gedilən yoldur. Burada başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçası isə bizim yerdəyişməmiz adlanır. Yəni, bax, bura isə bizim yerdəyişməmizdir. A-dan B-yə gəlinən yer. Bura yerdəyişmədir. Trayektoriyanın uzunluğu isə gedilən yol adlanır. Hərəkət varsa da bizə deyir hərəkət zamanı. Əgər cismin hərəkəti varsa da, həmin cismin bir yol gedir. Cismin kinetik enerjisi olur, cismin kütləsi olur və yola görə orta sürət olur. Orta sürət V orta bərabər olur S bölək T-yə və yaxud da L bölək D-yə. Burada bizim yerdəyişməyə görə orta sürətimiz sıfıra bərabər olar. Nə zaman? Əgər cisim A məntəqəsindən hərəkətə başlayıb, trayektoriya üzrə hərəkət edib, yenidən B nöqtəsinə yox, yenidən burada dayanmadan A nöqtəsinə hərəkət edirsə də, cismin başlanğıc və son nöqtələri eyni nöqtədə olduğundan onun yerdəyişməsi sıfıra bərabərdir. Yerdəyişməsi sıfıra bərabər olduğundan yerdəyişməyə görə orta sürət sıfıra bərabər ola bilər. Yəni A variantı. İkinci sualda deyir ki, avtomobil Bakıdan Şəkiyə qədər olan 320 km məsafəni 5 saat müddətinə gedir. Avtomobilin yola görə orta sürətini hesablayın. Orta sürət V orta bərabərdir S bölək T-yə. Burada getdiyi yol nə qədərdir? 320 km, yəni 320 km bölək 5 saat. Bizə də cavablarda kilometr bölək saatla verir. Ona görə çevirmirik. 320-də 5-ə böldükdə 64 km bölək saat vermiş olur. Üçüncü tapşırıqda deyir ki, avtomobil Bakıdan Mingəçevirə qədər 280 km məsafəni 5 saat müddətinə gedir. Avtomobilin yola görə orta sürətini tapın. Yenə V orta bərabərdir S bölək T-dən. Burada cismin getdiyi yol 280 km-dir. Müddət isə 5 saatdır. Böldükdə 556 km bölək saatı vermiş olur. Yəni D variantı. Dördüncü tapşırıqda deyir ki, V1 6 metr bölək saniyə, V2 8 metr bölək saniyə olduqda birinci avtomobilin ikinciyə nəzərən sürətinin modulunu hesablayın. Baxırıq ki, birinci cisim X oxunu bura əgər biz X oxu qəbul etsək, bax bu istiqaməti biz X oxu qəbul etsək, birinci X oxu istiqamətdən getdiyinə bunun sürətini müsbət götürürük. İkincini. Birinci isə X oxunun əks istiqaməti getdiyinə bunu mənfi götürürük. Və bizdən nəyə soruşur? Avtomobilin birincinin ikinciyə nəzərən sürətini tapın. O zaman olur ki, birincinin ikinciyə nəzərən sürəti, yəni V1 çıxaq V2-yə. V1 birincinin ikinciyə nəzərən deyəndə V1 bizdə olur V1 çıxaq V2. Burada V1-imiz olur, V1-in sürəti mənfi qəbul etdiyimizdən -6 çıxaq V2 isə müsbətdir, yəni 8. Burada olacaq hər ikisi mənfi olduğundan 14 metr bölək saniyə. Bizdən modul istədiyindən müsbət 14 metr bölək saniyəni götürürük. 5-ci tapşırıqda deyir ki, birincinin sürəti 10 metr bölək saniyə, ikincinin sürəti 15 metr bölək saniyə olduqda, birinci avtomobilin ikinciyə nəzərən sürəti modunu hesablayın. Yenə buranı X oxu götürsək, birincinin sürətini müsbət,
İkincinin isə əks olduğundan mənfi götürəcəyik. Bu zaman bizə deyir ki, birincinin ikinciyə nəzərən sürətini olacaq V1 çıxaq V2-yə. Birincinin sürəti müsbətdir, yəni müsbət 10 çıxaq. İkincinin sürəti isə mənfi olacaq. Olacaq mənfi 15. Və bu zaman sürətlər nə olacaq? Toplanacaq. Burada mənfi 15 olur. Mənfi 15. Yəni çıxaq mənfi 15. Mənfi müsbət etdiyindən olacaq 10 üstə gələk 15. Yəni 25 metr bölək saniyə. Yəni Y variantı. 6-cı tapşırıqda deyir ki, iki avtomobilin birinciyə nəzərən sürətinin modulu nəyə bərabərdir? Yəni ikincinin birinciyə nəzərən. O zaman olduqda yazırıq V2, V1. Yəni V2 çıxaq V1. Burada bizdə hər ikisi x oxu istiqamətdə olduğundan, bax bu oxu istiqamətdə olduğundan, hər ikisininki müsbətdir. Müsbət olduğundan ikincinin sürəti 90, birincinin sürəti 80 km/saat olacaq 10 km/saat. Yəni A variantı. Keçək növbəti sualımıza. Növbəti sualımız 7-ci sualdır. Deyir ki, eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən böyükdür? A cisminin sürətinin modulu əks istiqamətdə olduqda ən böyük olur. Əks istiqamətdə getdikdə bir-birinə nəzərən sürətlər artmış olur. Yəni 4-də əks istiqamətdədir. Bu A-da hərəkət edən x-ox istiqamətindədir. 4-dəki isə x-oxun əks istiqamətində. Yəni A variantını götürürük. 8-ci tapşırığımızda deyir ki, x-oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyası zamanası qrafiklə verilmişdir. Müşahidə başlanğıcından 3 saniyə sonra ikinci cisim birinci cisimə nəzərən sürətinin proyeksiyasını hesablayın. İkinci cismin birinciyə nəzərən müşahidə başlanğıcından 3 saniyə sonra. 3 saniyə sonra bu cisimlər nə ediblər? 3 saniyə sonra bu cisimlərin sürətləri görüşüblər. Düzdürmü? Yəni 3 saniyə sonra hər ikisi görüşdüyündən burada ikincinin birinciyə nəzərən və birincinin ikinciyə nəzərən sürəti 0-a bərabər olur. 9-da deyir ki, x-ox üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyası zamanası qrafiklə verilmişdir. Müşahidə başlanğıcından 2 saniyə sonra birinci cismin ikinciyə nəzərən sürətinin proyeksiyasını hesablayın. Yenə burada da 2 saniyə sonra cisimlər nə edibdir? Eyni olubdur. Yəni belə deyək də, görüşmə yox. Bunların hər ikisinin 2 saniyə sonra birincinin də sürəti 10 olubdur. İkincinin də sürəti 10 olubdur. Ona görə bizdən soruşur ki, birincinin ikinciyə, yəni V1-2-ni, V1 çıxaq V2, birincinin də sürəti 10-dur. İkincinin də sürəti 10-dur. Çıxdıqda 0-ı verir. Yəni D variantı. 8-ci tapşırıqda da eyni ilə koordinat qrafik olsaydı görüş nöqtəsi olardı. Burada hər ikisinin sürəti 10 olduğundan burada da, yəni ikinci cismi birinci nəzərən V2, V1 olacaq V2 çıxaq V1. İkincinin də sürəti 10-dur. Birincinin sürəti də 10 olduğundan 0 verir. Keçək növbəti sualımız 10-cu sualımıza. Əks istiqamətdə bərabər sürətlə hərəkət edən iki cisim hər birinin yerə nəzərən sürəti 2 dəfə artırılarsa, onların bir-birinə nəzərən nisbi sürətini, yəni necə dəyişəcək? Bir-biri ilə deyir, yerə nəzərən sürət əks istiqamətdə hərəkət edəndir. Məsələn, birinci cismin sürətini bu istiqamətdə 20 ilə götürək, yəni ikinci isə əks istiqamətdə 10 ilə hərəkət etsin. Yerə nəzərən sürətlərini deyir, 2 dəfə artırılarsa da. Yəni 2 dəfə artırılarsa da, burada olacaqdır, artırıldığı zaman bu olacaq. Yerə nəzərən sürətlər 2 dəfə artırıldığından, bax bunlar əks istiqamətdə hərəkət edirlər. Əks istiqamətdə olduğundan sürətlər toplanır, eləyəcək 30. Bunu biz 2 dəfə artırdıqda
2 dəfə artırıldığı zaman bunların yerə nəzərən sürətlərini 2 dəfə artırdığımız zaman eləyəcək neçə? 60. Yəni bunların sürətləri neçə eləyəcək? 2 dəfə artırdığımızdan eləyəcək 60. İndi 30 idi. 60 olduğundan necə olacaq? Yəni 2 dəfə artar. Keçək növbəti suala 11-də. Eyni istiqamətdə müxtəlif sürətlərlə bərabər sürətlə hərəkət edən iki cismin eyni istiqamətdə. Bu zaman deyir ki, eyni istiqamətdə hər iki cisimin deyir yerə nəzərən sürətlərini 2 dəfə artırırlarsa da bunlar artıq bu zaman eyni istiqamətdə gedirlər. Yəni birinci cisim də eyni ilə gedir. Bu cisim də eyni gedir. Yəni məsələn 10 ilə getsin. Növbəti ikinci cisim isə bu istiqamətdə 30-dur. Bunların bir-birinə nəzərən sürətləri necə olubdur? Bir-birinə nəzərən sürətləri 20 vermiş olacaq. Biz onu 2 dəfə artırdığımızda 40 olacaq. Yəni necə dəyişəcək? 2 dəfə artacaq. 12-ci sualda 2 maddi nöqtənin sürətin proyeksiyası zamanı asılı qrafikdə şəkildəki verilmişdir. Birinci maddi nöqtənin ikinciyə nəzərən sürətinin proyeksiyasını müəyyən edin. Burada birinci maddi nöqtənin ikinciyə nəzərən sürətini. Birincini ikinciyə nəzərən tapdıqda, yəni V1 2-ni tapdıq. Yəni V1 çıxaq V2. Burada birinci nədir? 5T çıxaq 3T üstə gələk 2. Çıxdığımız zaman bizdə V1 2 nəyi vermiş olur? 5T'dən 3T çıxanda 2T üstə gələk 2-ni vermiş olur. Yəni B variantını vermiş olacaq. Düzmü götürdük? Yox, burada çıxdığımız zaman buradakı işarədə mənfi olacaq. Bax, burada çıxdığımız zaman mənfi olacaq. V1 çıxaq V2. Buradan V1 2 olacaq ki, 5T çıxaq 3T çıxaq 2 olacaq. Üstə gələk 2 idi. Möhtəzən qaba mənfi olduğuna görə çıxaq olacaq. Olacaq 5T çıxaq 3T çıxaq 2. Bu da bizə nəyi verir? 2T çıxaq 2-ni vermiş olur. Yəni A variantını. Keçək növbəti sualımıza. 13-cü sualda deyir ki, sağ yaxın istiqamətində sürəyə nəzərən 36 km/saat sürətlə üzən qayıq 60 metr məsafəni 50 saniyə qət etdi. Çayın axın sürətini tapın. Bizdə nə deyir? 600 metr məsafəni 50 saniyəyə qət edib. Düzdür? Burada o zaman sürət nəyə bərabər olacaqdır? 600 bölək 50-dən bizə verəcək 600-ü 50-yə böldükdə 12 metr bölək saniyəni vermiş olur. İndi 36 kilometr bölək saatı da çevirsək, əgər 36 kilometr bölək saatı çevirdiyimizdə 36 vuraq 1000 bölək 3600-dən bizə verir 10 metr bölək saniyəni vermiş olur. Düzdürmü? İndi bizə deyir çayın axın sürətini. Çay axın istiqamətində üzürsə də bizdə o zaman necə olacaq? Çay axın istiqamətində olduğundan olacaq V qayıq üstə gələk V çay bərabərdir 12. Bizdə qayığın sürəti neçədir? 10 üstə gələk V çay bərabərdir 12 olduğundan bizdə çayın sürəti neçə olacaq? V çay burada verəcək 2 metr bölək saniyə. Yəni D variantını vermiş olur. Keçək 14-cü suala. 14-cü sualda deyir ki, çay yaxın əksi istiqamətində suya nəzərən bayaq tapdığımız kimi 36 km bölək saniyə bizə verir 10 metr bölək saniyəni. 400 metr məsafəni 50 saniyəyə qət etdi qayıq. Deməli, onda V qayıq bizə nəyə bərabər olur? Burada 400 V bərabərdir. Tapdığımız zaman V bərabərdir 400 bölək 50-dən bizə verəcək 8 metr bölək saniyəni.
Bizə deyir ki, çayın axın əksi istiqamətində, yəni V qayıq çıxaq V çay bizə neçəni verir? V qayıq çıxaq V çay əksi istiqamətdədir də. Əksi istiqamətdə olduğundan V qayıq çıxaq V çay bizə verir 10 metr bölü saniyəni. Bizdə qayığın sürətini 8 olduğundan V8 çıxaq V çay bərabərdir 10-a. Burada çayın sürəti yox, səhv yazdım da. Bizdə verir V qayıq çıxaq V çay. Yəni çayın sürətini biz çıxdığımız zaman bizə çayın əksi istiqamətində suya nəzərən sürətlə üzən qayıq. Deməli, qayığın sürəti V qayıq 10-dur. Məsafəni 400 metr məsafəni bu qədər vaxtda getdi, bizdən çayı soruşur. Yəni bizdən verilir çayın sürəti. O zaman 10 çıxaq 8-dən 2 metr bölü saniyəni vermiş olacaq. Yəni C variantını vermiş olur. 15-ci sualda deyir ki, 5 metr bölü saniyə sürətlə hərəkət edən və uzunluğu 150 metr olan qatar nə qədər müddətə qarşıdan gələn 10 metr bölü saniyə sürətlə malik qatarı sərnişinin yanından keçər. Bizdə 5 metr sürətlə gələn hərəkət edən və uzunluğu bu qədər olan qatar nə qədər sürətlə qarşıdan gələn 10 metr bölü saniyə sürətlə, yəni bax, sürəti 5 metr bölü saniyə sürətlə gəlir. 150 metr məsafə olan qatarın qarşısından 10 metr bölü saniyə sürətlə malik olan qatardakı sərnişinin yanından keçir. O zaman burada V bərabər olur 5, hər ikisini toplayırıq, üstə gələk 10, o da eləcək bizə 15 metr bölü saniyəni vermiş olur. 150 metr məsafədir. O zaman buradan T bərabərdir S bölü V-yə. Yəni S neçədir? 150. V'miz də 15 olduğundan eləyir 10 saniyə. Yəni B variantı 10 saniyədə gəlib keçir. 16-da deyir ki, aralarındakı məsafə 600 metr olan iki avtomobil uyğun olaraq 12 və 8 metr bölü saniyə sürəti ilə qarşı-qarşıya hərəkət edir. Nə qədər vaxtdan sonra onlar görüşəcəklər. Bunlar qarşı-qarşıya hərəkət edirlərsə də qarşı-qarşıya hərəkət edirlər, düzdürmü? Qarşı-qarşıya hərəkət etdikdən sonra nə qədər vaxtdan sonra görüşdüklərini tapmaq üçün biz əvvəlcə bunların bax 12 metr bölü saniyə sürəti verilib, 8 metr bölü saniyə sürəti verildiyindən bizdən V bərabərdir. Qarşı-qarşıya hərəkət etdiklərində sürətlər toplanacaq, eləyəcək 20 metr bölü saniyə. O zaman biz T bərabərdir S bölü V-dən 600-ü bölürük 20-yə. Bu da bərabərdir 30 saniyəni vermiş olur. Yəni D variantı. 17-ci sualda deyir ki, iki maddi nöqtənin hərəkətlənliyi şəkildəki kimidir? İkinci nöqtənin birinciyə nəzərən sürətini. Bizə burada V bərabərdir X-in zamana görə törəməsi. Yəni 2T-nin və yaxud da başqa cür deyək, koordinat zaman əgər bizə verilibsə də hərəkətlənliyi, maddi nöqtənin hərəkətlənliyində burada bax, bu nəyə bərabərdir? X bərabərdir V0 T üstə gələk nəyə? X-ə. X bərabərdir V0 T üstə gələk T, düzdürmü? Burada bizim sürətimiz nəyə bərabər olacaq? Deməli, T-nin qarşısında duran bizim sürətimizdir. Burada sürət nəyə bərabərdir? 2-dir. Bu birincinin sürətidir. İkincinin sürəti isə nədir? 3-ə bərabər olur. T-nin qabağında duran. Bizdə iki nöqtənin birinci nəzərən, yəni V2, V1-ə nəzərən, o da olacaq V2 çıxaq V1-dən, V2 çıxaq V1-dən, 3 çıxaq 2-dən 1 metr bölü saniyəni vermiş olur. Yəni B variantı. 18-ci sualda deyir ki, iki maddi nöqtənin hərəkətlənliyi bu şəkildədir. 0 anında ikinci cismin birinciyə nəzərən sürətini hesablayın. İkincinin birinciyə nəzərən
sürətini hesablayaq. Burada bax, birincinin sürəti nə olacaq? Dedik, zamanın qarşısında duran bizim sürətimiz -2-dir. İkincinin isə buradan törəmə aldıq da AT kvadrat idi. Yəni bunun A-nın da törəməsi necə? Burada olacaq 8. 8 olduğundan bizə deyir ki, ikinci nöqtənin birinciyə nəzərən sürətini hesablayın. İkincinin birinciyə nəzərən sürətini hesabladıqda olacaq nə? 0 anında ikinci cismi birinciyə nəzərən. 0 anında artıq bunların zaman oxuna burada tapdıqda bu bərabər sürətli hərəkət edir birinci. İkinci isə bərabər təcili hərəkət edir. Deməli, bunun sürəti olacaq 0-da 0-a bərabər olacaq. Burada ikincinin birinciyə nəzərən sürəti bizə artıq 2 metr/saniyəni vermiş olacaq. 19-cu sualda deyir ki, avtomobil hərəkət vaxtının 1/4 hissəsini 8 metr/saniyə sürətlə, qalan hissəsini isə 4 metr/saniyə sürətlə getmişdir. Avtomobil bütün yolda orta sürətini hesablayın. Deməli, orta sürət tapdıqda V orta bərabərdir. Baxın, 4/1-ni 8 metr/saniyəyə gedibsə də biz buradan T-sini tapa bilərikmi? Buradan hərəkətin orta sürət nə edir? S ümumi bölək T ümumiyə. S ümumi. S1 burada nəyə bərabər olur? Hərəkət vaxtının 1/4. Yəni zamanın 1/4-ni gedibdir. Avtomobil hərəkət vaxtının 1/4-ni gedibdir. Yəni burada T ümumi zaman nə qədərdir? 4 saniyədir, düzdürmü? 4 saniyədir ki, onun 1/4-ni 8 saniyəyə gedibdir. Yəni 4 saniyədir. Bunun 1 saniyəsini 8 metr/saniyə sürətlə gedibdir. Baxın, yəni 1 saniyədə 1 saniyə olduğunda o V1-imiz olubdur 8 metr/saniyə. O zaman S1 nəyə bərabərdir? S bərabərdir V vuraq T-dən olacaq 8 metr. 1 saniyə gedəndən sonra nə qədər saniyə qalır? Ümumi zaman 4 saniyə idi. Burada qaldı 3 saniyə. 3 saniyə. Burada V2-miz isə 4 metr/saniyədir. O zaman S2 olur 3 vuraq 4-dən 12 metr vermiş olur. O zaman bu düz soruda yerinə yazsaq, ümumi yol nə qədər eləyir? 8 metr, üstə gələk 12 metr bölək 4-ə. O da eləyəcək 20 bölək 4-dən 5 metr/saniyəni vermiş olacaq. Yəni A variantını verər. Keçək növbəti sualımız 20-ci suala. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiya zamanı qrafiki verilmişdir. 4 saniyə müddətində orta sürətini tapırıq. Biz orta sürəti tapdığımız zaman bax, burada verilən fiqurun sahəsi bizdə gedilən ümumi yoldur, düzdürmü? Orta sürət nə idi? Gedilən ümumi yol bölək ümumi zaman. Burada ümumi yol fiqurun sahəsi, yəni S bərabərdir A vuraq T bölək 2-yə. Yəni 5 vuraq 4 bölək 2-yə. O da eləyəcək 10 metr. 10 metr. Burada yerinə yazdıqda 10 metr bölək ümumi nə qədərdir? 4 saniyə. Yol düyümüzdən 2,5 metr/saniyəni verəcək. Yəni Y variantı. 21-ci sualda deyir ki, V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə yerə nəzər sürəti 3V olan sərnişin gedir. Sərnişin eskalatorla bağlı hesablama sistemində sürətini müəyyən edin. Baxın, bizdə deyir ki, V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə, yəni eskalatorla eyni istiqamətdə hərəkət edir. Yerə nəzərən sürəti 3V olan sərnişin. Deməli, burada sərnişinin sürəti isə 3V-dir. Bizdən soruşduğu isə sərnişinin eskalatorla bağlı hesablama sistemində. Bizdə hesablama sistemini eskalator götürürük. Eskalator götürdüyümüzdən bizdə
eskalatorun sürətini çıxmış oluruq. Yəni V-ni tapdıqda nəyə nəzərən deyir? Eskalatorla bağlı hesablama sistemi. Eskalatorla bağlı hesablama sistemi deyəndə V-dir. Yəni 3V-dən çıxırıq V-ni. Bu da eləyəcək 2V, yəni C variantı. Bizdə nə ilə bağlı hesablama sistemi deyirsə də, həmin zaman həm sərnişinin sürətindən həmin o hesablama bağlı sisteminin sürətini çıxmış oluruq. O da V olduğundan 3V-dən V-ni çıxdıqda 2V-ni vermiş olur. Keçək növbəti sual, 22-ci suala. V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə eskalatora nəzərən sürəti 3V olan sərnişin gedir. Sərnişinin yerlə bağlı hesablama sistemində sürətinin modulu nəyə bərabərdir? Biz burada belə yazırıq. Deməli, V sürəti ilə hərəkət edən eskalator həmin istiqamətdə eskalatora nəzərən 3V sürəti ilə sərnişin gedir. Sərnişinin yerlə bağlı hesablama sistemində sürətinin modulu nəyə bərabərdir? Biz burada yerlə bağlı hesablama sistemi dedikdə eskalatorla deməli həmin istiqamətə gedir. Eyni istiqamətdə olduğundan yerlə bağlı tapdıqda artıq bizim hesablama sistemimiz artıq yer olduğundan bunların hər ikisi eyni istiqamətdə gedirlər. Biz elə bir yerdə dayanmışıq. Bunların hər ikisi, bax biz yerdə dayanmışıq. Bunların hər ikisi eyni istiqamətdə hərəkət edir. Bunların sərnişin sürəti nə olacaq? Sərnişinin sürəti həm sərnişinin sürəti, həm eskalatorun sürəti. Yəni V üstəgələk 4V. Elə bir ki, bu eskalator gedir. Sərnişin isə eskalator üzərində gedir. Həm sərnişin gedir, həm eskalator gedir. Ona görə hər ikisinin sürətini toplamış oluruq. Yəni Y variantı. 3V-dən V-ni toplayırıq. 23-cü sualda deyir ki, X oxu üzrə düz xətlə hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının zamanlaması qrafikləri təsvir olunmuşdur. A cisminin hansı cismə nəzərən sürətinin modulu ən kiçikdir? Biz bunlara qiymət verərək də tapa bilərik. Məsələn, buna 6 metr bölək saniyə deyək. Buna 4 metr bölək saniyə. Buna 2 metr bölək saniyə deyək. Bu olacaq o zaman mənfi 2 metr bölək saniyə. Bu olacaq mənfi 4 metr bölək saniyə. Bu olacaq mənfi 6 metr bölək saniyə. Zaman oxunan aşağıda olduğuna görə qiymətlər mənfi olur. Baxırıq, baxın, hansı cismə nəzərən? Əgər cisimlə eyni istiqamətdə hərəkət edirsə də, A avtomobili də eyni istiqamətdədir. Bax, bu cisimdə. Eyni istiqamətdə hərəkət edində, məsələn, VA-nın sürətini VA1 desək, olacaq nə? VA çıxaq V1. Düzdür? A-nın sürəti 6 çıxaq 4-dən bizə verəcək 2 metr bölək saniyəni verəcək. Metr bölək saniyəni verəcək. Bəs A-nın ikinci ilə olduqda artıq, onda A-nın ikinci ilə olan sürəti olacaqdır 6 çıxaq 2, 4 metr. Burada ən kiçiyini bizdən soruşduğundan ən kiçiyi elə 1-də, ən kiçiyi elə 1-də olmuş olacaq. Yəni B variantı. Burada V yerinə qoyub yaza da bilərik. Baxın, VA2-ni də tapa bilərik. Olacaq nə? A-nın sürəti 6, ikincinin sürəti isə 2, bizdə olacaq 4. Gördünüz, burada əvvəl 2 idi, indi 4 olub. Yəni getdikcə burada artır. Artıq 3-cünün, 4-cünün, 5-cinin sürətində isə orada əks istiqamətdə olduğuna sürətlər toplanacaqdır. Keçək 24-cü suala. 24-cü sualda deyir ki, iki cisim yer dəyişməsinin proyeksiya zamanlaması qrafikləri verilmişdir. Qrafiklərdən hansı ikinci cismin birinci cismə nisbətən sürətin proyeksiya zamanlaması qrafikini ifadə edir? İkinci cismin birinci cismə nəzərən. Baxın, burada bizdə V1-i desək, V1 bərabərdir. Baxın, S bölək T deyirik, düzdürmü? ST nədir? Bizə tangens alfanı verir. Hansındakı bucaq daha böyükdür? Əlbəttə ki, 2-dəki bucaq 1-dəki bucaqdan daha kiçik olacaq. Yəni, V1 böyükdür V2-dən. Tangens alfa böyükdürsə də,
Sürət də orada böyük olacaq. Deməli, birincinin sürəti ikincinin sürətindən böyükdür. İndi bizə deyir ki, ikinci cismin birinciyə nəzərən, yəni V2 1. V2 1 nədir? V2 çıxaq V1. Əgər V2 kiçikdirsə də, onun sürətindən çıxdıqda bizə -1 qiyməti vermiş olacaqdır. Kiçikdən böyüyə çıxdıqda bizə mənfi qiyməti vermiş olur. Mənfi qiyməti verdiyindən biz də mənfini götürmüş oluruq. Yəni burada verəcək bizə A variantını. 24-cü suala keçək. 25-ci suala keçək. 25-ci sualda deyir ki, x oxu üzrə hərəkət edən 5 müxtəlif cismin və A cisminin yer dəyişmələrinin proyeksiyası zamandan asılı qrafiklə verilmişdir. Hansı cismə nəzərən hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir? Hansı cismə nəzərən A cisminin modulu ən kiçikdir? Baxın, bunu bayaq dediyimiz kimi hansının sürəti daha böyük olacaq? Hansının sürəti daha böyük olacaq? Təbii ki, A-nın sürəti burada 1-dən 2-dən böyükdür. A-nın sürəti 1-dən 2-dən böyük olduğundan A cisminin sürətinin hansı cismə nəzərən A cisminin sürətinin modulunun ən kiçik olması təbii ki də biz əks istiqamətdə olanlarını götürə bilərik. Belə bunu bucaqlarla da yaza bilərik. Yəni ən yaxın bax burada deməli A-nın sürəti böyükdür V1-dən. Düzdürmü? Bizdən deyir ki, ən kiçik olsun. Məsələn, bura bayaq dediyimiz kimi 6 desək, 4 desək, 3 desək, təbii ki 6-dan 4-ə çıxdıqda ən kiçik qiyməti vermiş olacaqdır. Yəni Y variantını. 5-də, 4-də, 3-də əks istiqamətdə olduğundan orada sürətlər toplanır. X oxu üzrə hərəkət edən 5 müxtəlif cismin və A cisminin yerdəyişmələrinin proyeksiyalarını zamanın asılı qrafiklə verilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir? A cisminin sürətinin modulu ən kiçikdirsə də yenə bayaq dediyimiz kimi onunla eyni istiqamətdə olan olmalıdır. Ən yaxın eyni istiqamətdə olan, yəni C variantı. 5-ci. Cismin 27-ci sualda deyir ki, cismin hərəkət tənliyi şəkildədir. Hərəkət tənlikləri verilmiş hansı cismə nəzərən bu cismin sürətinin modulu ən böyükdür. Baxın, burada sürət nəyə bərabərdir? Burada verilən sürət V bərabərdir 5-dir. Harda ən böyükdür? Ən böyük olması onunla əks istiqamətdə gedəndir. Əks istiqamətdə ən böyük gedən, yəni əks istiqamətdə, məsələn, -5-lə ən böyük olması əks istiqamətdə -5-lə olacaq. 28-ci sualda deyir ki, cismin hərəkət tənliyi x bərabərdir bu şəkildədir. Hansı hərəkət tənliyi verilmiş cismə nəzərən nisbətən bu cisimlərin sürəti modulu daha kiçikdir? Baxın, burada bizə verilənlərdən burada sürətimiz nəyə bərabərdir? Sürətimiz -10-dur. Yəni eyni istiqamətdə olsun. Eyni istiqamətdə olduqda, yəni mənfiləri götürürük, müsbətləri götürmürük. Mənfiləri götürürük. Yəni burada mənfi istiqamətdə -10-la olsaydı, eyni istiqamətdə, yəni o demək ki, mənfilər və ən böyük burada nə olacaq? -10 çıxaq -10-dan bizə nə verəcək? 0 verəcək. Ən kiçik dediyindən, yəni B variantını götürmüş oluruq. Keçək növbəti suala, 29-cu suala. 29-cu sualda deyir ki, gəminin çayın axın istiqamətindəki sürəti bu qədərdir. Axın əks istiqamətdə sürəti, çayın sürətini tapın. Baxın, gəminin deyir, çayın axın istiqamətindəki sürəti, yəni V gəmi üstəgələk V çay bizə 25-dir. Əks istiqamətdə, yəni V gəmi çax V çay 14-dür. Bizdə çayın sürətini soruşur. Çayın sürətini soruşduğunda bunlar altına topladıqda eləcək 2V gəmi bərabərdir 29-a. Buradan V gəmi bərabərdir böldükdə 14,5. 14,5-i düzmü yazdıq? Hə, 14,5-i vermiş olur. Deməli, gəminin sürəti
14,5 olduğundan 14,5 burada birində yerinə yazsaq olacaq 14,5 üstə gələk v çay bərabərdir 25'e. Biz buradan v çayı tapsaq 25'dən çıxsaq 14,5'i burada çıxma ilə daha rahat gedir. Gəlin çıxma ilə hesablayaq. Qaydada yazaq, alt-alta toplama yox, alt-alta çıxma ilə yazaq. Yəni çıxma ilə yazdıqda burada çıxdıqda v cəmilər gedir. Çıxdıqda olacaq 2 v çay bərabərdir 25'dən 4 çıxanda qalacaq 11. O zaman çay verəcək 5,5. Yəni Y variantını. Keçək 30-cu suala. 30-cu sualda deyəcək, şəkildə 3 avtomobilin sürətləri və hərəkət istiqamətləri verilmişdir. Avtomobillərin birincinin ikincinin birinciyə nəzərən verilibdir. Hansı diaqram düzgün ifadə olunmuşdur? Burada birincidə nə deməkdir? Yəni ikincinin birinciyə nəzərən sürəti. Yəni ikincinin birinciyə nəzərəni. Yəni V2 1 bərabərdir nə olacaqdır? Məsələn biz bura olacaq 40. V2 3 olacaq nə? 180. V3 1 V3 1 bunlar 3 ilə 1 əks istiqamətdə olduğundan gələcək 160. Deməli, burada ən böyüyü hansı olacaq? V2 3. V2 3 ən böyük olacaq. Ən böyük burada hansını vermiş olur? Ən böyüyü. Deməli, V2 3 V2 1 ən böyük. Yəni birinci ən böyük. V2 1 1'dir də. 1 40'dır. 2 3 hansıdır? İkincidir. İkinci 180. Təxmini qiymətlə veribdir də. 180. İkincidə 180. Üçüncüdə isə 160. Yəni hansı cavab uyğun gəlir? Onu dəqiqləşdirək. Hə, burada 60 ilə 80 əks istiqamətdə olduqda 140 vermiş olur. Burada deməli üçüncüdə də 140 C variantı daha uyğun gəlir. Yəni C variantı hesablama sərf etmişik. Keçək növbəti sualımıza, 31-ci suala. 31-ci sualda deyir ki, eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir? Ən kiçik olması üçün onunla eyni istiqamətdə olmalıdır. Yəni istiqamətimiz belədirsə də bundan eyni istiqamətdə olanı götürürük. Eyni istiqamətdə olan, yəni 2C variantı. 32-də deyir ki, başlanğıc koordinatları eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasını zamandan asılılığı təsvir olunmuşdur. Hansı zaman intervalı cisimlər bir-birinə yaxınlaşır? Cisimlərin bir-birinə yaxınlaşdığı zaman onların birincinin VT qrafikində fiqurun sahəsini verir. VT qrafikində məsələn birinciyə əsasən çəksək, baxın birincidə düz xətti, düzbucaqlının sahəsini verir. Burada S1'imiz. İkincidə isə bizdə verilən fiqur bu şəkildədir. Şəkildə olduğundan bu da trapesiyadır. Yəni V2-cimizdir. Burada bu trapesiyanı verir və getdikcə bir-birinə yaxınlaşması odur ki, aralarındakı məsafənin azalması deməkdir.
Yəni baxın, məsələn birincidə cisimlər hər ikisi x ox istiqamətində gedirlər də. X ox istiqamətində getdiyindən, bax bizdə bu böyük düzbucaqlının sahəsinə biz 10 desək, məsələn x oxu üzərində göstərək, bu birincininki olsun, bu da ikincininki olsun. Məsələn bura 10 desək, məsələn bu 10 gedibdisə də, ikinci nə qədər gedəcək? Ondan biraz az, məsələn 8 gedəcək. Bu gedəcək 10. Bu birisi gedəcək necə? 10 gedəcək. Bu gedəcək necə? 8. Sonra ikincidə bundan biraz az. Yenə bu 10 gedəcək. Bu birinci cisimimiz 10 gedəcək. Gələcək neçəyə? 20-yə, hə? İkinci cisimimiz isə bundan biraz az gedəcək. Məsələn 6 gedəcək. Olacaq 14. Növbədə yenə az. Yenə birinci 10 gedəcək. Olacaq 30-a getsin. 30. İkinci cisimizə daha az gedərək olsun. Məsələn 4 metr getsin. 18-ə getsin. Artıq sonra yenidən birinci cisim 10 getdiyindən gedəcək 40-a. 40-a gedəcək bax bu məsafəni. Bu cisim isə onun elə bir yarısını gedəcək. 5 getdiyindən olacaq neçə? 23-ə gedəcək, düzdürmü? Harada bir-birinə yaxınlaşmış olur? Burada yaxınlaşmanı tapdığımız zaman baxırıq 23-də birinci öz 10 artıraraq gedir hərəkət istiqamətini. Amma ikinci cisim əvvəlcə məsafəsini getdikcə artırır, sonra isə aradakı məsafə məsələn biraz azalmış olur. Düzdürmü? Məsələn baxın, birincidə 10 idi, aradaş məsafə burada 8 getdi, 2 metr idi, düzdürmü? Sonra o birisi cisim 20-yə gedəndə o 16-ya getdi. Aradakı məsafə nə qədər oldu? 6 metr. Sonra üçüncüdə 30-a getdi, 18 oldu, oldu 12 metr. Sonra 40-a getdi, burada 13 oldu. Burada getdikcə cisimlər arasındakı məsafə nə olubdu? Artmış olubdu, düzdürmü? Amma biz burada diqqət eləsək, baxın 4 ilə 5-də cisim azalıbdı. Baxın görürsünüz daha 10 gedibdi. Amma digəri isə daha böyük məsafə, elə bir 30 metr getdiyindən bir-birinə yaxınlaşacaq. Yəni B variantını vermiş olacaq. İndi 33-cü sualda baxın birinci cisim eyni xəttlə gedir. İkinci cisim isə ondan nə ayrıbdır? Uşaq uzaqlaşır, daha çox gedir. Sonra məsafəsi nə olacaq? Daha azaldacaq. Daha az gedəcək. Düzdürmü? İndi bizdə burada nəyi soruşur? Yaxınlaşmasını soruşur. Bir-birinə yaxınlaşır. Yaxınlaşma deyilsə, bax, birinci cisim eyni bu tərəf, bax, bu fiqurun sahəsini gedir hər zaman. İkinci cisim isə ondan daha artıq gedir. Və sonra isə yavaşlayır, daha az hərəkət edir. Yəni 4-də, 5-də. 34-cü sualda deyir ki, başlanğıc koordinatları eyni olan x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamanı elastik qrafikləri verilmişdir. Hansı zaman aralığında cisimlər arasındakı məsafə ən böyük olar? Cisimlər arasındakı məsafənin ən böyük olması, onlar bir-birindən burada getdikcə uzaqlaşırlar. Ən çox uzaqlaşdığı zaman da təbii ki də burada hansında daha çox uzaqlaşmış olacaq, ona baxırıq biz. Ən çox uzaqlaşdığı bizdə. Burada diqqət eləsək, ən çox uzaqlaşdığı, baxın, birinci cismin getdiyi yer, bax, buradır. Bu qədər getdikcə uzaqlaşır da, düzdürmü? Bu birinci cismimizdir. İkinci cismimiz isə bundan bu qədər artıq uzaqlaşaraq gedir. Görürsünüz, 2-3 aralığında daha çox uzaqlaşma olur. Sonra məsafə, aralarındakı məsafə azalmış olur. İndi buradan, məsələn, bunu daha aydın şəkildə yazsaq, məsələn, birinci cisim, burada
məsafə əgər 5 metrdirsə də, bir-birindən uzaqlaşdığı məsafə. İkincidən məsələn 7 metrdirsə də, burada daha böyükdür. 13 metrdirsə də, burada artıq nə olacaq? Ondan biraz daha böyük, yəni 16 metr olacaq. Bizdən soruşduğu hansı məsafə ən böyükdür? Əlbəttə ki, ən böyük məsafə bir-birinin ən çox uzaqlaşdığı yer, yəni C variantı 4-cü saniyədə ən çox uzaqlaşmış olacaqdır. Keçək növbəti suala, 35-ci suala. 35-ci sualda deyir ki, 35-ci sualda deyir ki, düz xəttdə hərəkət edən iki cismi yerə nəzərən sürət vektora təsvir olunmuşdur. Birinci cismi ikinci cismə nəzərən sürətini. Baxın, bunları bir nöqtəyə gətirsək, bu formadadır. Bunu daha aydın çəkim. Burada. Baxın, birinci cismimizin budur, V1'dir. İkinci cismimiz isə, bax, bu da V2'dir. Bizdən soruşur ki, birinci cismin ikinciyə nəzərən, yəni V1, 2, yəni V1 çıxaq, V2 deyil. Bu cür məsələlərdə çıxılandan azalına doğru çəkilir. Baxın, vektor çıxılandan azalana doğru. Çıxılan nədir? 2. Azalan nədir? 1. Yəni çıxılandan azalana doğru çəkilmiş vektor vermiş olur. Yəni B variantını vermiş olacaq. Keçək növbəti sualımıza. Növbəti sualda deyir ki, 36-cı sualda. Bax, bu bizə verilən, bax, bu V2 1 oldu. Üstə də qeyd edək. 36-cı sualda deyir ki, düzxətli hərəkət edən iki cismin yerə nəzərən sürət vektorları təsvir olunmuşdur. İkinci cismin birinci cismə nəzərən. Bunları bir koordinata belə bayaq gətirdiyimiz kimi gətiririk. Bu oldu V1, bu oldu V2. Bizə deyir ki, V2-ci cismin V1-ci cismə nəzərən, yəni V2 çıxaq V1-i. Biz dedik ki, çıxılandan azalana doğru çəkilir. Yəni çıxılandan azalana doğru. Çıxılan hansıdır? 1. Yəni 1-dən 2-yə doğru. Bu olacaq bizim V2, 1 vektorumuz. Yəni C variantını vermiş olacaq. Düzünü çəkmişik. İkinci cismin birinci cismə nəzərən. İkinci cismin birinci cismə nəzərən. V2 çıxaq V1. O zaman birincidən ikinci cismə nəzərən koordinatını tapırıq. Keçək növbəti sualımıza. 37-ci sualda. Şəkildə O nöqtəsindən hərəkətə başlayaraq çayın digər sahilinə doğru üzən 3 üzgücünün sürət vektorları göstərilmişdir. Üzgüclərin çayı keçmə müddətləri arasında hansı münasibət doğrudur? Biz bu zaman bizim bir düsturumuz var. Bizdə müddətlər nə edir? Burada V çayın sürətini buna gətirib quraşdırdıqda, məsələn, bax, bu istiqamətdə gələcək, bu V çay bunu bu istiqamətdə tələyəcək. Tələdiyindən bunun koordinatı, məsələn, bu birinci cisim gəlib çıxacaq buradan. Bu birinci cisimdir. Əgər hər yerə T müddətinə gedirsə də, indi onu tapaq. İkinci cismi də bu istiqamətdə V çayı gətirib burada qoyduqda, bunun törəməsi gəlib hara çıxacaq, yəni bura. Hər ikisi T olduğundan, T yazdığından, bu da olacaq. İkinci cisim gəlib bura çıxacaq. İkinci cisimimiz gəlib bura çıxacaq. Növbətisini yazsaq, növbətini yazsaq, buna çayı əlavə eləsək, bu cisim necə gedəcəkdir? 3 sağa, 2 yuxarı. Yəni 3 sağa, 2 yuxarı. Yəni bax bu istiqamətdə. Bunu da ötərdikdə gəlib hara çıxacaq? Təxminən buralardan gəlib çıxacaqdır. İndi burada bizdə bunların hər ikisi çayı keçmə müddətləri nə qədər oldu? Hər ikisi gəlib çayı keçib bu nöqtələrə çıxacaq da.
Yəni nə qədər müddətə gedəcəkdir? Hər ikisinin müddətləri bu müddətlərdir. Düzdürmü? Yəni T, yəni 4T müddətinə. Ona görə hər ikisinin çay keçmə müddətləri bir-birinə bərabər olacaqdır. Keçək növbəti suala, 38-ci sualda. X ox üzrə hərəkət edən və başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyası zamanı qraf verilmişdir. Hansı zamanlarda cisimlər arasındakı məsafə ən böyük olacaqdır? Cisimlər arasındakı məsafənin ən böyük olması, onların ən böyük olması. Bunlar hər ikisi nədir? Bir-birindən uzaqlaşmağa başlayır, düzdürmü? Uzaqlaşır ən böyük nöqtədə, yəni 4-cü saniyədə olacaq, yəni T4-də. 39-cu sualda deyir ki, müşahidə başlanan anda bir-birindən müəyyən S0 məsafədə olan iki avtomobil 2v sürətləri ilə hərəkət edir. Yəni 2v ilə və v sürətlə hərəkət edir. Hansı avtomobillər arasındakı hansı qrafik avtomobillər arasındakı məsafənin zamanlılığını ifadə edir? Baxın, cisimlər 2v ilə gedir. Onların sürətləri necə olacaq? Hər ikisi eyni istiqamətdə getdiyindən sürətləri v qədər olacaq. Düzdürmü? Əvvəlcə aralarındakı məsafə nə olacaq? Məsafələri getdikcə azalacaq. Sonra isə aralarındakı məsafə artmağa başlayacaq. Düzdürmü? Bax, məsafə azalacaq, aralarındakı məsafəmiz getdikcə azalacaq, sonra artacaq. Yəni C variantını vermiş olacaq. Keçək növbəti sualımıza. 40-cı sualda deyir ki, çayın axın sürəti V çay və 5 üzgüsünün suya nəzərən sürət vektorları verilmişdir. O nöqtəsinə üzməyə başlayan hansı üzgüçü qarşı sahilə A nöqtəsində çıxacaqdır? Baxın, burada bizə tapacağımız A nöqtəsində hansının çıxmasıdır? Biz bax bu çayın sürətini buna uyğunlaşdırırıq. Məsələn, birinci uyğunlaşsa 2 damla gəldiyindən gətiririk, bunu əlavə edirik. Bax bu formada. Birinci əlavə etdikdə buna uyğun gəlib A nöqtəsinə çıxacaq. Yəni bax A nöqtəsinə çıxması nədir? Bu, bir də bunun ucasına əlavə edəcək bunu. Düzdürmü? Yəni bax birinci gəlib hardan çıxacaq? Bu nöqtədən A nöqtəsindən çıxacaq. Amma gəlin bu deməli bu birinci çıxacaqdır. İndi gəlin bir dənə biz ikincini də əlavə edək. Baxın, ikincini əlavə etsək, ikincinin ucuna 2 damla çayı gətirsək, bura, belə, bu istiqamətdə. Bunun nə olacaq? 2 belə, bir də 2 belə gəlməlidir, düzdürmü? Gəlib hardan çıxacaq? Bu nöqtədən çıxmış olacaq. Yəni 1 sağa, 2 yuxarı. Yəni bu nöqtədən gəlib çıxacaqdır. Bu olacaq ikinci cisim. Bizim ikinci cisimimiz buradan gəlib çıxacaqdır. Amma bizə deyir ki, A nöqtəsindən çıxsın. A nöqtəsindən çıxanımız hansı oldu? Birinci cisimimiz olacaq. Yəni birinci cisimimiz A nöqtəsindən gəlib çıxacaq. 5-ci də həmçinin əlavə etdikdə hər biri bu çay bu istiqamətdə aparacaq. 5-in, məsələn 4-cünü və yaxud 3-cünü hər biri A nöqtəsinin əks istiqamət, yəni A nöqtəsinin bu digər tərəfindən çıxacaq. Yəni A nöqtəsindən çıxmayacaq. 41-ci sualda deyir ki, iki cismin sürətinin proyeksiya zamanı verilmişdir. Hansı qravik ikinci cismin birinci nəzərən sürətinin proyeksiyasının zamanlasılığına uyğundur? Baxın, bizdə deyir ki, birincinin sürəti, baxın, birincinin sürəti olubdur 5, ikincinin sürəti olubdur 0. Hansı qravik ikinci cismin birinciyə nəzərən sürətini? İkincinin birinciyə nəzərən sürətini, yəni V2, V1, yəni V2 çıxaq V1, yəni 0 çıxaq 5-dən bizə nə verir? Mənfi 5-i vermiş olacaq. Mənfi 5 vermiş olacaq. Yəni V1-imiz 5 olanda, V1-imiz də 5 olanda V2-imiz də neçə olacaq? 5-i vermiş olacaq. Yəni burada V1-imiz də 5-dir. V2-imiz də nə olacaqdır? 5 olacaq. O zaman V2 çıxaq V1 olacaq necə? 0. Düzdürmü? Yəni mənfi 5, 0. Mənfi 5, 0 hansı olacaq? Mənfi 5, bir də 0.
-5 sıfırımızda tabii ki de D variantına uygun gəlir. -5 sonra gedib dayanacaq. Yəni sürətləri sıfıra bərabər olacaq. Test sahəmiz qədər. Əgər sizin üçün faydalı oldusa da kanalı bəyənib abunə olmağı unutmayın.